Bu və digər yeniliklər İTV Xəbərin əsas buraxılışında axşamınız xeyir, studiyada Rahim Yusufçisi olub. Yaxın Şərqdə atəşkəs cəhdləri iflasa uğrayır. Amerika Birləşmiş Ştatları vasitəçilər xətti ilə İrana 2 günlük sülh fasiləsi təklif etsə də, Tehran buna hücumların sayını artırmaqla cavab verib. Trump hətta təhdidə də keçib. Onun sözlərinə görə 48 saat ərzində Hörmüz boğazı açılmasa, müharibə daha ağır səviyyəyə çatdırılacaq. Ekspertlərin qənaətinə görə isə İranın nüvə proqramına və ballistik obyektlərinə ağır zərbələr indirən Vaşinqton artıq öz hədəflərinə qismən çatdığını düşünür və uzanan müharibənin hərbi-siyasi risklərindən qaçmağa çalışır. Lakin kifayət qədər silah ehtiyatı olan İran öz planına görə hərəkət edir. Aprelin 2-də Amerika Birləşmiş Ştatları vasitəçi ölkələrin xətti ilə İrana 2 günlük atəşkəs təklif etdi. Tehran isə hücumlarının intensivliyini artırmaqla cavab verdi. Ekspertlərin fikrincə ABŞ bu addımı təsadüfi atmadı. Vaşinqton hesab edir ki, qarşıya qoyulan əsas hədəflərin bir hissəsi artıq yerinə yetirilib. Nüvə proqramının faktiki olaraq sıfıra endirilməsi, balistik raketlərin azalması və digər problemlərin həll olunması. Və onlar hesab edir ki, bundan sonra təbii ki, onlar oradan çıxa da bilər və hansı bir sazişə də imza ata bilər. Və təbii ki, belə bir təklif bundan irəli gəlir. Amma iş orasındadır ki, İran bundan razı olmur. Çünki İran hesab edir ki, böyük bir dövlətdir. Onun hələ raket potensialı kifayət qədər çoxdur, böyükdür. Dronları da var. Qısa müddətli atəşkəs təşəbbüsü eyni zamanda ABŞ-nin mövcud vəziyyətdən çıxış yolları axtarması kimi də qiymətləndirilir. Çünki uzanan qarşıdurma həm hərbi, həm də siyasi baxımdan Vaşinqton üçün əlavə risklər yaradır. Kısa süreli ateşkesler özellikle tarafların lojistik ikmallerini sağlamak, istihbarat faaliyetlerinde bulunmak, düşman tarafın açıklarının tespiti ve askerlerin savaş cephesinde yeniden konumlanması için zaman kazanma amaçlı olduğu unutulmamalıdır. Kısa süreli ateşkesler genellikle her iki tarafından uluslararası kamuoyuna mesaj vermek ve barışı isteyen taraf biziz. Fakat karşı taraf bunu kabul etmiyor şekliyle bir psikolojik harekat olarak da değerlendirilmelidir. Hazırki vəziyyət isə göstərir ki, tərəflər hələlik ortaq mövqedən uzaqdır. Bu isə yaxın dövrdə gərginliyin azalmasından daha çox davam edəcəyini ehtimal etməyə əsas verir. Elmira Seyfəddin qızı İlqar Abdullayev, İTV Xəbər.